Deməli, tarixi bir də arxivi diqqətlə araşdıranda bilirsiniz nə bəlli olur. 1865-ci ildə ki, Birləşmiş Ştatlarda insanları qulluqdan azad elədilər və bir neçə ildən sonra Rusiyada krepostное право ləğv olundu. Bunlar bilirsiniz niyə görə olub? Yəni, sözü gətirəm əmək haqqı ilə işləməyə arzulayan adamlara. Deməli, iş belə bu yerə gətirib ki, hesablayıb görüblər bu qulları saxlamaq, bütün xərclərini ödəmək deməkdir, tələblərini, evlərini saxlamaq daha baha başa gəlir, nəinki insanı maaşa işlətmək. Ona görə qulları azad eləyiblər, fikirləşiblər ki, azad eləyib və işə muzla, yəni əmək haqqı ilə onları işə götürək. İşləməsə heç nə vermirik, işləsə də əmək haqqısını veririk. Müasir dövrümüzdə təhsildir, mütəxəssis olmaqdır, işini yaxşı bilməkdir. Düzdür, əmək haqqını daha yüksək ala bilərsiniz. Amma mənim səhifəmin əsas məqsədi odur ki, bacara bilənlər içinizdə yatan o bacarıqları üzə çıxarıb şəxsi biznesinizi qurasınız.